İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin təxirə düşməsinin əsas səbəbi Türkiyənin hava məkanını İsrailə bağlamasıdır. Politoloq Zeynal Əmrəliyev bunu Today Press-ə açıqlamasında deyib. O izah edib ki, Fələstin, Suriya və Livanda keçirdiyi əməliyyatlardan sonra Türkiyə öz hava məkanını İsrailə bağlayıb. Stat. Hökumət rəsmiləri də Türkiyə üzərindən uçuşlar həyata keçirə bilmirlər. Nəzərə alaq ki, İsrailin İranla da arası pisdir. Onun hava məkanından da istifadə edə bilmir. Cənub tərəfdən Husilər sürətli şəkildə İsrail və ABŞ-nin təyyarələrini hədəf alırlar. Belə olan halda ən təhlükəsiz hava məkanı Türkiyəninki idi. Bu səbəbdən səfər mümkünsüz oldu. Statın sonu. Analitika görə İsrailin son zamanlarda druzlara dəstək adı altında həyata keçirdiyi əməliyyatlar, həmçinin Livanda və Fələstində, xüsusilə də Qəzza bölgəsində apardığı əməliyyatlar regionda böyük gərginliyə səbəb olur. Stat. Türkiyə bütün metodlarla İsraili bu əməliyyatlardan çəkindirməyə çalışır. Gələcəkdə Türkiyə və İsrail arasındakı münasibətlər normallaşandan sonra İsrail hökumət rəsmilərinin Azərbaycana səfəri məsələsi yenidən aktuallaşa bilər. Azərbaycan bu münasibətlərin normallaşması üçün hər zaman çalışıb. Bundan sonra da çalışacaq. Statın sonu. Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu regionda baş verən hadisələrlə əlaqədar mayın 7-si 11-nə planlaşdırılan Azərbaycana səfərini təxirə salıb. Qiymət Mahir Namiq Abbasov, Today Press.